bir çox problemləri var. Biz bir çox cəhətdən bu suala yaxınlaşa bilərik. Birinci məsələ, məsələn, bu gün informasiya dövrüdür. Hər məlumatın rahat şəkildə insan əldə eləməyi problemsizdir. Hər bir insan da demək olar ki, sosial şəbəkələrdə var, sosial şəbəkələrdən istifadə eləyir. Bu günün əsas problemlərindən biri budur ki, biz özümüzə həm lazım olan, həm lazım olmayan bir çox məlumatları əldə eləyirik və insanın ehtiyac duymadığı məlumatları əldə eləməyi elə bir həddə gətirib çıxardır ki, hətta ünvansız informasiyalar. Bəli. Elə bir həddə gətirib çıxardır ki, insanın təfəkküründə və düşüncəsində müəyyən problemlər yaradır. İnsan doğru istiqamətdə məsələn düşünə bilmir, doğru istiqamətdə addım ata bilmir. Və bunlar da səbəb olur ki, insanlar belə deyək, yeni günahlar, yeni pis əməllərə vərdiş eləməyə başlayırlar. Bu bir səbəbdir. Digər bir səbəb, məsələn, hədislərə biz diqqət yetirsək, hədislərdə qeyd olunur, bəzən olur, insan öz yeyəcəyinə diqqət yetirmir. Gərək insan yeyəndə halala diqqət yetirsin ki, yeyəcəyi nədir? Çünki insan yeyəcəyinə diqqət yetirməyəndə insanın qəlbinə bir belə deyək, bərkimə, daşlıq əmələ gəlir ki, artıq həmin insan rahat şəkildə günah edə bilir. Həzrət Əli əleyhissalamın bir hədisi var, qeyd edir ki, deyir, Allah Taala heç bir insanı yaradanda haram qərar verdiyi şeylərə möhtac yaratmayıb, ehtiyaclı eləməyib. İnsan ehtiyaclı deyil. Allah Taala nəyi ki qadağan eləyib, nəyi ki haram bilib, heç birinə ehtiyaclı deyil. Sadəcə insan bəzən özü üçün elə bir cığır açır ki, elə bir yol açır ki, həmin yoldan çıxmağını təsəvvür eləyə bilmir ki, mən bu yolu tərk eləyə bilərəm. Təsəvvür eləyə bilmir ki, mən bu gördüyüm günahı, vərdiş elədiyim günahı tərk eləyə bilərəm. Halbuki insanın yaradılışına zidd olan bir şeydir, insanın mənəviyyatına aid olmayan bir şeydir ki, insan vərdiş eləyib bunu. Dəfələrlə elədiyinə görə bir hədisdə qeyd olunur ki, insanın... Həm də çox üzr istəyirəm, həm də alışqanlıq yaranır. Bəli. Buyurun. Hədisdə elə onu qeyd eləməyə çalışırdım. Hədisdə qeyd olunur ki, insanın qəlbi bir ağ vərəq kimidir. O günah eləyəndə qara bir nöqtə ora düşər. Tövbə eləsə həmin nöqtə təmizlənər. Əgər tövbə eləməsə həmin nöqtə böyüyər, bütünlüklə qəlbi əhatə eləyər.